Yuxuda pul görmək. Heç olubmu ki, yuxuda cibinizdən çıxan qalın bir pul dəstəsini görüb sevincə oyanasınız? Yaxud yolda yerə düşmüş bir əskinas tapıb həyəcanla cibinizə atdığınızı? Bəzən yuxular bizə həyatımızla bağlı maraqlı siqnallar göndərir və pul da o simvollardan biridir. Yuxuda pul görmək ümumiyyətlə maddi və mənəvi ehtiyacların, dəyərlərin və arzuların simvolu sayılır. Ancaq hər detal, hər hərəkət öz mənasını dəyişir. Gəlin bunların bir neçəsinə birlikdə nəzər salaq. Əgər yuxuda pul tapdığınızı görürsünüzsə, bu yaxın zamanda qarşınıza yeni fürsətlərin çıxacağından xəbər verir. Bu fürsətlər iş həyatında bir təklif, şəxsi münasibətlərdə gözlənilməz bir addım və ya daxili dünyanızda yeni bir hədəf tapmaq ola bilər. Bəzən insan uzun müddət axtardığı cavabları təsadüfi bir anda tapır, elə yuxuda tapılan pul da bunu simvolizə edir. Əgər yuxuda pul itirirsinizsə, bu adətən real həyatda bir narahatlığın və ya qorxunun əksidir. Mümkündür ki, önəm verdiyiniz bir şeyi itirməkdən ya da səhv qərar verməkdən çəkinirsiniz. Bu yuxu sizi daha diqqətli olmağa və mövcud imkanlarınızı qiymətləndirməyə çağırır. Bəs yuxuda pul almaq? Əgər kimsə sizə pul verir və siz onu qəbul edirsinizsə, bu real həyatda alacağınız bir dəstəyin və ya diqqətin göstəricisidir. Əgər aldığınız pulu sevinclə qəbul edirsinizsə, bu özünüzü dəyərli hiss etdiyiniz bir dönəmə girəcəyinizi göstərir. Əgər pulu qəbul etməkdə tərəddüd edirsinizsə, deməli, həyatınızdakı bəzi şanslara qarşı şübhə ilə yanaşırsınız. Pul vermək isə daha çox özünüzü fədakar və səxavətli hiss etdiyiniz zamanlarda yuxulara girir. Birinə pul vermək, bir yükü paylaşmaq, bir kömək əli uzatmaq istəyinin rəmzidir. Ancaq əgər pulu vermək sizi sıxırsa, bu gerçək həyatda bir itkidən qorxduğunuzun işarəsi ola bilər. Bəlkə də bir şeyi paylaşmaq istəsəniz də tam razı deyilsiniz. Yuxularda saxta pul görmək isə xüsusi diqqət tələb edir. Əgər yuxuda aldığınız pul saxtadırsa, bu sizi real həyatda aldadılma ehtimalına qarşı xəbərdar edir. Bəzən bu cür yuxular bizi yanlış dostluqlardan, yanlış işbirliklərindən qorumaq üçün ortaya çıxır. Əgər yuxuda çoxlu pul sayırsınızsa, bu həm bolluq və bərəkət arzunuzu, həm də həyatda qazandıqlarınıza daha diqqətlə yanaşmaq ehtiyacınızı əks etdirir. Əgər saydığınız pulları səhv salırsınızsa, qərarlarınızda daha soyuqqanlı və diqqətli olmalı olduğunuz anlamına gəlir. Və nəhayət, pul paylamaq və ya pul hədiyyə etmək. Bu yuxular çox zaman içimizdəki paylaşmaq, sevinç yaymaq və başqalarına dəstək olmaq istəyindən doğur. Bəlkə də birinə verdiyiniz sevinç bir gün sizə 2 qat geri dönəcək. Unutmayın, hər bir pul yuxusu sadəcə maddiyyatı deyil, həm də həyatımızdakı münasibətləri, dəyərləri və istəkləri simvolizə edir. Yuxularımız isə həmişə bizə bir şey anlatmaq istəyir. Bəzən qorxularımızı, bəzən ümidlərimizi, bəzən də içimizdəki gizli arzuları. Yuxularınıza diqqətlə qulaq asın, bəlkə həyatınızın növbəti fürsəti oradadır. Səhifəmizi izləməyi və bəyənməyi unutmayın. Rəylərdə suallarınızı yazın.